Salam müəllimlər, mən MMB Akademiyanın Azərbaycan Dili Ədəbiyyat müəllimi Mahmudov Teymur. Bugün sizə fonetika bölməsini izah edəcəm. Qeyd edeyim ki, hər üçüncü gün saat 21:00-da bizim pulsuz dərsimiz olacaq. Ardıcıl olaraq imtahana qədər hər gün dərs izah edəcəm. İlk dərsimiz fonetikadır. Dərsin izahına keçməmişdən qabaq MMB Akademiyanın ilanı haqqında məlumat verim. Demək, bizim sertifikasiya hazırlaşan ümumi sinif müəllimləri üçün bir dənə belə qrupumuz açılır. Azərbaycan dili riyaziyyat ödənişlidir. Bu hər iki fəndən qoşulanda isə kuruklum ödənişsiz olacaq. Qoşulmaq istəyənlər 051 641 88 34 nömrəsinə əlaqə saxlaya bilər. Keçək dərsin izahına. Bugün sizə fonetika olacaq. Fonetikanın izahı olacaq. Fonetika nədir? Fonetika Yunan sözü olub. Foni səs. Foni səs. Tika isə elm deməkdir. Yəni səs haqqında elm deməkdir Yunan dilində. Biz fonetikada nə öyrənirik? Fonetikada öyrənirik danışıq səsləri, nahaq qanunu, vurğu, heca, səs artımı və səs düşümü. Danışıq səsləri nə? Danışıq səsləri deyərkən biz nəyə başa düşməliyik? Danışarkən tələffüz etdiyimiz səslərə danışıq səsləri deyilir. Danışıq səsləri özdə iki yerə bölünür. Fəallar və qeyri-fəallar. Yəni danışıq səslərini yaradan üzvlər iki yerə bölünür. Fəal danışıq üzvlər və qeyri-fəal danışıq üzvlər. Fəal danışıq üzvlər deyəndə biz dili, daha sonra dodaqları və səs telləri nəzərdə tutacağıq. Qeyri-fəal danışıq üzvlər deyəndə isə ağciyərdir, qırıtlaqdır, ağız boşluqdur, nəfəs borusudur, dişlərdir, bunlar nəzərdə tutulur. Ən fəal danışıq üzvü soruşanda bizdən, biz dili nəzərdə tutacağıq. Yəni ən fəal danışıq üzvü dildir. Daha sonra danışıq səsləri özü iki yerə bölünür. Ağız boşluğuna maneə rast gəlib gəlməməsinə görə saitlər və samitlər. Bəli müəllim, ağciyərdir, axşamı suyu. Ağciyərdir, dodaqlardır, bunlar qeyri-fəallardır. Bəs saitlər nədir? Saitlərlə samitlər bir-birinin tam əksidir. Yəni saitdə hər hansı bir xüsusiyyət varsa, o samitdə olmayacaq. Saitlərin xüsusiyyəti nədir? Şifahi deyirəm, yazmayacağım. Ağız boşluğuna maneəsiz tələffüz olunur, vurğu qəbul edir, heca yaradır, uzun tələffüz olunur, musiqili səslərdir. Samitlər isə bunların tam əksi olur. Ağız boşluğuna maneə rast gəlirlər, heca yaratmırlar, sadəcə hecanı formalaşdırırlar, vurğu qəbul etmirlər, uzun tələffüz olunurlar. Düzdür, Ülvi müəllim, düzdür. Yəni bu da samitlərin xüsusiyyətidir. Azərbaycan dilində bildiyiniz kimi saitlər 9 dənədir. 9 dənə saitimiz var. Hansıdır? Adı, edi, ədi, idi, ıdı, üdü, udu və oldu. Bunlar saitlərimizdir. Saitlərimiz özdə 3 yerə bölünür. Hansılardır? Ağız boşluğunda maneə rast gəlib gəlməməsinə görə dedik 2 yerə bölünür. Saitlər və samitlər. Saitlərin özü də 3 yerə bölünür. Qalın və incə saitlər, açıq, qapalı, dodaqlanan və dodaqlanmayan. Qalın incə saitlərimiz hansıdır? Qalın saitlərimiz adı, ıdı, qodu və üdü. İncə saitlərimiz isə edi, ədi, idi, üdü və ödü. Bunlar incə saitlər hesab olunur. Qalın saitlərə dil arxası, incə saitlər isə dil ön saitlər də deyə bilərik. Daha sonra dilin şaqlı vəziyyətinə görə, dilin üfüqi vəziyyətinə görə isə 2 yerə bölünürlər. Bunlar hansı? Açıq və qapalı. Açıq saitlər tələffüz eləyəndə açıq saitləri tələffüz eləyəndə ağız boşluğunda çənə düşür aşağı. Yəni ağız daha geniş açılır. Açıq saitlərimiz hansıdır? Adı, edi, ədi, odu və ödü. Bunlar açıq saitlərimizdir. Bunları tələffüz edərkən ağız daha çox açıldığına görə buna açıq sait deyilir. Qapalı saitlərimiz isə I+4 formasında yadda saxlaya bilərsiniz. I+4 nədir? Idı, idi, üdü və udu. Bunlar isə qapalı saitlər hesab olunacaq. Daha sonra dodaqların vəziyyətinə görə saitlər də 2 yerə bölünür. Dodaqlanan və dodaqlanmayan. Dodaqlanan saitlərimiz hansıdır? Udu, üdü, qodu və
ödür. Bunlar dodaklanan sait hesab olunur. Bunlar tələffüz edərkən dodaq büzüşür. Yəni ona görə buna dodaklanan sait deyirik. Daha sonra dodaqlanmayan saitlərimiz isə əsasən açıq saitlərimiz olur. Hamısı olmasa müəyyən qismi dodaqlanmayan saitlərdir. Aha, düzdür Azər müəllim. Dodaqlanmayan saitlər ı-4 də yadda saxlaya bilərsiniz. Dodaqlanmayanlar isə A-dır, E-dir, Ə-dir, I-dir və İ-dir. Bunlar dodaqlanmayan saitlərimiz. Saitlərimizin dediyi xüsusiyyətlərindən bir də nə idi? Uzun tələffüz olunmağı. Amma yadda saxlamaq lazım ki, bütün saitlər uzun tələffüz olunmur. I-la Ü saiti uzun tələffüz olunmur. İstisna olaraq Ü saiti cüzi, süni və üfüqi sözlərində uzun tələffüz oluna bilər. İstisna olaraq Ü saiti bu üç dənə sözdə uzun tələffüz oluna bilir. I saiti isə ümumiyyətlə uzun tələffüz olmaq deyə bir xüsusiyyəti yoxdur. Yəni bizə sual düşsə ki, hansı saitlərimiz uzun tələffüz oluna bilmir, biz I-la Ü saitini götürəcəyik. Bəs uzun tələffüz olunma nədir? Uzun tələffüz olunmağa sözlərin mənasını dəyişmədən hər hansısa bir sözün, saitin uzun tələffüz edilməyidir. Məsəl üçün, elan sözündə elan. Burada E saitini biz uzadanda sözün mənası dəyişmir. Demək, burada E hərfi uzun tələffüz olunur. Bunu bu forma müəyyənləşdirəcək. Yəni, söz sadəcə olaraq uzun tələffüz edəcəyik, orada uzanma olacaq. Yəni, sözün mənası dəyişmirsə, orada uzanma var. Köhnə qayda ilə of və öf birləşmələrində uzanma hesab edilirdi. Yəni, bunlar düşürdü, o və ö uzun tələffüz olundu. Amma təzə qayda ilə bu sözlərin yazışı və tələffüzündə heç bir hadisə baş vermir. Yəni, nə uzanma olur, nə səs düşmə hadisəsi baş verir. Daha sonra, bəzən sözün ortasında əhv birləşmələri gəlir. Bunlar hansıdır? Demək, əgər sözün ortasında və yaxud da ki, ön hissəsində öh və əhv birləşmələri gələrsə, bu sözlərin əksəriyyətində uzanma olmur. Sadəcə o uzanma məzmunun özündə daşıyır, amma uzanma hesab edilmir. Bunlar hansı sözlərdir? Məsələn, toplum testində buna daha çox rast gələ bilərik. Bəli, olduğu kimi tələffüz olunur müəllim. Məsəl üçün, söhbət, köhnə, bu kimi sözlərdə uzanma yoxdur. Yəni, öf və əhv birləşmələri gələn hissələrdə əsasən uzanma olmur. Daha sonra, uzanmaya görə mənasını dəyişən 4 dənə sözümüz var. Nərədir, nərə, əyan, bəzən, bir də dava. Bu sözlər uzanmaya görə mənaların dəyişən sözlər hesab olunur. Mənaların dəyişən sözlər hesab olunur. Düzdür. Daha sonra, fonetikadan əsas məqamlar nədir? Saitlər, encisli saitlərimiz var, bir də müxtəlif cinsi saitlərimiz var. Ümumiyyətlə, saitlərin bölgüsü, yəni işlənmə məqamına görə 2 yerə bölünür. Encisli qoş saitli sözlər, bir də müxtəlif cinsi qoş saitli sözlər. Encisli qoş saitli sözlər deyəndə biz nəyə başa düşürük? Qoşa 2 dənə A-nı, İ-ni və yaxud da Ə-ni yanaşı gəlməyinə biz encisli qoş saitli sözlər deyəcəyik. Burada hansı hadisə baş verəcək? Əksərən 2 dənə encisi sait yanaşı gələndə, bəli, o da ola bilər. 2 dənə encisi sait yanaşı gələndə, onun biri düşür, biri uzun tələffüz olunur. Məsəl üçün, inşaat sözündə inşaat. Bu sözdə 2 dənə A saiti yanaşı gəlir. Bunun tələffüzdə biz birini salacağıq, bəli, bir də uzun tələffüz olunur. Tələffüz olacaq inşaat. İnşaat. Bu forma tələffüz edilir. Daha sonra, encisli saitlərdən də bir şey deyim ki, bunlar heç vaxt sözün əvvəlində gələ bilməz. Ya sözün, bəli, təbii də ola bilər. Təbii, bədii, maaş, cəmaat və s. Çoxdur, əmtə. Encisli saitlər heç vaxt sözün əvvəlində gələ bilməz. Ya ortasında gələcək, ya sonunda gələcək. Yəni, encisli 2 dənə sait sözün əvvəlində Azərbaycan dilində gəlmir. Bir də var müxtəlif cinsli saitlərin yanaşı işlənməsi. Müxtəlif cinsli onda da gəlir. Düzdür. Düzdür. Bir də var müxtəlif cinsli qoş saitli sözlər. Müxtəlif cinsli qoş saitli sözlər hansıdır? A-idi, Ə-idi,
Daha sonra U idi, İO'du. Daha sonra İO'du. Bu kimi müxtəlif cinsli qoş saitli sözlər yanaşı gələndə burada hansı hadisə baş verir? Biz əgər bu hərfi birləşmələri görürüksə, sözün əvvəlində, ortasında və yaxud da sonunda. Sadəcə olaraq bunları tələffüz eləyəndə bu iki dənə saitin arasına y samitin əlavə eləyirik. Tutardı getdi. Yəni bunun tələffüzündə bu hadisə baş verir. Ay sağ olun. Düzdür. Məsəl üçün, buna aid nümunə deyək. Deyirəm ki, radio. R-A-D-I-O. Baxıram ki, sözün sonunda radio. Sözün sonunda İO hərfi birləşməsi gəlir. Biz də demişdik ki, bu hərfi birləşməni harada görsək, nə edirik? Ortasına y samitin əlavə edirik. Bunun tələffüzü necə olacaq? Radio. R-A-D-I-O. Bura y samitin əlavə elədik. Təzə qayda ilə. Əvvəl məsəl üçün necə idi? Əvvəl E-A hərfi birləşmələrində nə olurdu? Bunlar İ-yə keçirdi. E-İ-yə keçirdi əsasən. Artıq təzə qayda ilə bu sözlərin yazılışı və tələffüzü olduğu kimi qalacaq. Bəli, Ülməm, ailə sözündə deyə bilərik, geçməlim. Ailə sözündə deyə bilərik. Yəni, burada problem yoxdur. Təzə qayda ilə artıq A-E, E-A, E-Ə, Ü-A, Ü-Ə, yəni bu söz hərfi birləşmələr olduğu kimi qalacaq. Onların yazışı və tələffüzü fərqlənməyəcək. Məsəl üçün, müəllim sözü necə deyilir, elə də qalacaq. Və yaxud da teatr sözü, aerodrom sözləri, bunlar necə deyilirsə, o formada tələffüz ediləcək. Nə səs artımı, səs düşümü zadı heç bir hadisədə baş verməyəcək. Bir də, ola bilər ki, sözün ortası iki dənə müxtəlif cinsli sait yanaşı gəlsin, amma orada y artırılmaz. Burada hansı hadisə baş verəcək? Əsasən qohumluq bildirən bu sözlərdir ki, orada iki dənə sait, müxtəlif cinsli sait yanaşı gəlir, amma burada y artırılmır. Tərəfdə sadəcə olaraq biri düşür. Bu hansı sözlərdir? Xaloğludur, xala, oğlu, bacoğlu. Daha sonra əl-ağa, əli ağa, dayoğlu. Bu kimi sözlərdə iki dənə sözün ortasında müxtəlif cinsli sait yanaşı gəlsə də, burada y samitin artırılmır. Sadəcə necə deyirik? Burada saitlərin birini tələffüzə salırıq. Məsəl üçün, xaloğlu sözü necə yazılıb? Bu forma yazılıb. İndi onun tələffüzü belə olacaq. Xala, xal, oğlu. Bu forma tələffüz eləyəcək. Yəni, saitdən biri tələffüzə düşəcək. Tələffüz olan saitin biri düşür. Əsasən bu sözlər hansıdır? Bir də deyirəm, bacoğludur, əl-ağadır, xaloğludur, dayoğludur, əmoğludur. Bu kimi sözlərə aiddir. Bəli, bacoğlu formasında yazılacaq. Və samitlər nədir? Samitlər Azərbaycan dilində bildiyiniz kimi 25 dənə samit səs var. 23 dənə də samit hərf var. Demək, samitlər özü də iki yerə bölünür. Samitlər kar və cingitli olmağına iki yerə ayıracaq. Kar və cingitli samitlərin fərqi nədir? Kar samitlər tələffüz edərkən ağız boşluğunda yalnız bəli, Azərbaycan, bəli. Düzdür. Düz tələffüz edirsə də orada düşmə hadisəsi baş verir. Kar samitlər nədir? Kar samitlər ağız boşluğunda yalnız köydən ibarət olur. Cingitli samitlər isə köylə bərabər avazdan ibarət ola bilirlər. Azərbaycan dilində nə qədər kar samitimiz var? 11 dənə kar samitimiz var. Hansılardır? P-dır, K-dır, X-dır, Ş-dır, K üst iştirikdir, daha sonra F-dır, H-dır, X üst iştirikdir, S-dır və s. Bunlar bizim kar samitlərimiz. 11 dənədir. Bu 11 dənə kar samitin K üst iştiriklə X üst iştirikin əlifbada xüsusi işarəsi yoxdur. Düzdür. Bu cümlə formatda yadda saxlaya bilirsən də onu. Əla bir variantdır. Demək, K üst iştiriklə X üst iştirikin əlifbada xüsusi işarəsi, göstəricisi olmur.
Yəni bu samitlər səs olaraq var, hərf olaraq mövcud deyirlər. Bəli, H-nın cingiti qarşı yoxdur, onu izah edəcəm. Demək, burada kar və cingiti samitlərdə nədir? Bəs cingitli samit nədir? Cingitli samit isə ağız boşluğunda Q ilə yanaşı avazdan ibarət olur. Azərbaycan dilində deyirəm 25 dənə, özür istəyirəm 25 dənədir, 14 dənə cingitli samitimiz var. Bu 14 dənə cingitli samitimizdən M-nın, N-nın, R-nın və L-nın, bunların kar qarşılığı yoxdur. Bildiyimiz kimi samitlər bir-birinə qarşılıq təşkil edir. Məsəl üçün, D cingitli samitinin kar qarşılığı T-dır. Və yaxud da F kar samitinin cingitli qarşılığı V-dır. Amma M-dır, N-dır, R-dır, L-dır. Bunların cingitli qarşılığı yoxdur. H kar samitinin isə cingitli qarşılığı yoxdur. Bax, M-dır, N-dır, L-dır və R-dır. Bunların kar qarşılığı yoxdur. Həm də eyni anda bunlara nə deyə bilərik? Sonar samit deyə bilərik. Bəli, üzrüm. Sonar samit deyə bilərik. Və H-nın da cingitli qarşılığı yoxdur. H-ya boğaz samiti də deyirlər. Yəni, boğaz samiti deyəndə biz H-nı başa düşə bilərik. Daha sonra, burada sonar samitlərimizin içindən M-nı isə burun samiti hesab edilir. Yəni, bu M-nı N-nı deyəndə biz burunda deyirik deyə, buna biz burun samiti deyirik. Samitlərin xüsusiyyətindən bu qədər. Gəldik nə? Əsas məqama. Dediyimiz kimi Q hərfi və Q hərfi var. Bunlar hər il qəbula düşən sözlərdir. Yəni, bunların tələffüzü haqqında hər il həm MİQ-ə, həm də Dövlət İmtahan Mərkəzinin sınaqlarında və yaxud da ki, qəbulda istifadə olunur bu sualda. Q hərfi və Q hərfi müxtəlif səslər ifadə edir. Q hərfi, Q hərfi özü 5 səs ifadə edə bilər. K səsinin özünü ifadə edə bilər, K üst iştirki ifadə edə bilər, X üst iştirki ifadə edir, Y-ni ifadə edir və C-ni ifadə edə bilər. Bəs indi biz baxacaq ki, bəli, bax, H boğaz samiti, mən burun samiti, bəli, bilməm. Yəni, variant olaraq ən rahat variantda yadda saxlamaq olur cümlə formasında. İndi, K hərfinin tələffüzü. K hərfi müxtəlif vəziyyətlərdə müxtəlif səslər ifadə edir. Gəlin bir-bir ona baxaq görək, nə zaman hansı səs ifadə edəcək. K hərfi sözün əvvəlində olduğu kimi, yəni K səsini bildirir. Məsələn, kələm. Milli sözlərimizdə K hərfi elə K səsini bildirəcək sözün əvvəlində. Alınma sözlərdə isə sözün əvvəlində K hərfi K səsini bildirəcək. K. Buna biz K üst iştirik də deyə bilərik. Yəni, K üst iştirik səsini ifadə edəcək. Məsəl üçün, deyirəm, kino. K-n-o. Burada artıq K yox, K səsini ifadə eləyir. Bəs sözün ortasında necə olur? K hərfi əgər sözün ortasında gəlibsə, K hərfi sözün ortasında gəlibsə. Aha, düzdür. Geçməm, düzdür. Kartof, düzdür. Aha. K hərfi əgər sözün ortasında gəlirsə, ondan sonra samit gələrsə, samit. Kar və yaxud da cingitli fərq eləmir. K hərfini biz X üst iştirik kimi tələffüz edəcəyik. Məsələn, deyirəm ki, məsəl üçün götürək çiçəklər sözü. Ç, i, ç, ək, l, ər. Bu sözün sonunda oldu. Bu konkret sözün ortasında olur. Onsa sözün sonunda deyilim ifadə edir. Məsəl üçün deyirəm yüklü. Yüklü. Burada sözün ortasında K gəlib. Ondan sonra L cingiti samiti gəlib. Yəni, əsas o ki, sözün ortası K-dan sonra samit gəlsin. K hərfi burada X üst iştirik səsini verəcək. Bunun tələffüzü necə olacaq? Yüklü. Yüklü. Bu forma tələffüz eləyəcək. Demək, bunu necə ümləşdirə bilərik? Sözün ortasında K-dan sonra samit gələrsə, K hərfi X üst iştirik səsini ifadə eləyəcək. Və sözün ortasında K-dan sonra sait gələrsə necə olacaq? Sözün ortasında K-dan sonra sait gələrsə, K hərfi olduğu kimi qalır. Yəni, tələffüzü fərqlənmir. Daha sonra, sözün sonunda
sözün sonunda ç hərfindən sonra samit gələrsə samit, çar və yaxud da cingitili fərq eləmir. Yenə də ç hərfi x üst iştirik səsin ifadə edəcək. Məsəl üçün deyirəm ki, çiçəklər. Ç, i, ç, ək, l, ər. Burada çiçək sözün sonunda ç ilə bitir. Ondan sonra lər şəkilçisi artırmışam. Şəkilçi samitlə başlayır. Demək ki, hərfini mən burada necə tələffüz eləməliyəm? X üst iştirik kimi. Tələffüz necə olacaq? Çiçəklər. Ç, i, ç, əx, l, ər. X üst iştirikə keçəcək. Bəli, karlaşır. Yəni keçir x üst iştirikə. Bəs yaxşı, sözün sonunda ç-dan sonra sait gələndə hansı hadisə baş verir? Ç-dan sonra sait gələndə, sait, sözün sonunda. Bildiyimiz kimi ç hərfi, demişdim, hansı səs ifadə edə bilər? X üst iştirikdir. Ondan sonra k üst iştirik, k-nı, y-nı və g-ni ifadə edə bilər. İndi sözün sonunda, bəli, samit gələndə kərləşir. Sözün sonunda ç-dan sonra sait gələrsə, ç hərfi y kimi tələffüz ediləcək. Belə, bu çiçək sözünə aid buna bir dənə də nümunə göstərək. Məsəl üçün, ç, i, ç, ək. Sözün sonu ç ilə bitir. İndi mən buna şair gələndə olduğu kimi qalır. Şair başa düşmədim. Olar. Çiçək sözünə mən saitlə başlayan şəkil çartırsam, ç, y əvəzlənməsi baş verəcək. Məsələn, çiçək, mən buna saitlə başlayan şəkil çartıram, yönünü çalır. Tələffüzdə ç hərfi nəyə keçəcək? Y-yə keçəcək. Məsələn, olacaq çiçək. Ç, i, ç, ə. Y, ə. Ç, y əvəzlənməsi baş verəcək. Daha sonra bir də ç hərfi necə tələffüz oluna bilər? C kimi tələffüz oluna bilər. Bu nə zaman mümkündür? Bunun bir dənə işlənmə məqamı var. Bir dənə işlənmə məqamı var. Əgər sözün ortasında 2 dənə c samiti yanaşı gəlirsə, onda k-nın biri keçəcək olacaq nə? C kimi tələffüz eləyəcək. Məsələn, buna nə nümunə deyə bilərik? Sözün 8. S, ə, k, k, iz. Burada sözün ortasında 2 dənə k yanaşı gəlir. Demək, biz rahatçılıqla deyə bilərik ki, bu ikinci k hərfi tərəfdə keçəcək g-yə. Yəni, bu sözün tələffüzü olacaq 8 formasında. Bəli. S, ə, k, g, iz. Adır mənim, düz 8, 8 və yaxud da ki, Məkkə, Məkkə, o forma tələffüz ediləcək. Yəni, k hərfinin g kimi tələffüz edilməyi bir dənə sözün ortasında gəlmə məqamına görədir. Başqa bir məqama görə deyil. Bir də bəzi sözlərimiz var ki, orada k hərfi olduğu kimi qalır. Bu nə zaman mümkündür? Tək hecalı sözlərdə k hərfi tələffüzdə dəyişmir. Məsələn, deyirəm ki, türk, t-ü-r-k. Türk sözü tək hecalı olduğuna görə k hərfindən sonra sait də gəlsə, samit də gəlsə fərq eləmir. Bu sözü biz tələffüzdə gerək k kimi tələffüz edəcəyik. Yəni, k-y əvəzlənməsi və yaxud da k üst iştirik əvəzlənməsi baş verməyəcək. Buna aid çox nümunə göstərmək olar. Türkdür, təkdir, tüktür və s. Yəni, buna aid nümunə demək olar. Əsas məntiq odur ki, tək hecalıdırsa tələffüzdə dəyişmir. Bir də elə k-ni izah eləmişkən deyim ki, kar və keş şəkilçiləri haqqında da danışım. Çünki burada da k var. Bəli, bəli. Kürtdür. Bəli, olar. Türkdür. Düz deyir. Kar və keş şəkilçiləri haqqında danışaq. Bu kar və keş şəkilçiləri tələffüzdə fərqlənmir. Yəni, biz bunu necə müəyyənləşdirəcək? Əgər kar və keş lektik şəkilçilərdir, təbii ki, bunlar hər hansısa bir sözün kökünə qoşulub, yeni məna söz yaradacaqlar. Biz onda müəyyənləşdirəcək ki, yəni kar və keş şəkilçiləri tələffüzdə fərqlənmir. Olduğu kimi qalır. Nəhəng, nəhəng. Bəli, düzdür. Yox, orada g-nin k-yə keçməyi var.
Hər üçüncü gün 21:00-da. Bəli. Aha. Kar və keş şəkilçiləri bir rahat bir nümunədir. Məsələn, sənətkar. Sənət arı. Yazda biraz xəttə problem ola bilər. Biraz xəttim yaxşıdır. İndi sənətkar sözündə sənət sözünün kökü kardır da leksik şəkilçi. Burada kar şəkilçisi artıq tələffüzdə güyada da keçməyəcək. Olduğu kimi qalacaq. Yəni bu sözümüzdən tələffüzünü soruşsa, elə sənətkar kimdir deyəcək. Bəli, sehirkar da ola bilər. Niyə olmur? Kar və keş şəkilçisi tələffüzdə fərqlənmir. İndi bu sənətkar sözünün tələffüzü necə olacaq? Sənətkar. Arı. Bu formada tələffüz edəcək. Daha sonra gəldik nə? Q hərfinə. Demişdik ki, Q hərfi də 4 müxtəlif səs ifadə eləyə bilər. Baxaq hansılardır? Q səsi ilə Q səsini ifadə eləyə bilər. K üstüşdirik səsini ifadə eləyə bilər. X səsini ifadə eləyə bilər və Q səsini ifadə eləyə bilər. Bir şey sizə deyim. Yadda saxlamaq lazımdır ki, Q hərfi heç vaxt X üstüşdirik səsini ifadə eləyə bilməz. Q hərfi isə heç vaxt X səsini ifadə eləyə bilməz. Əsasən bu, MHŞ-in testlərində, sağ olun şəfəmə, Allah köməyə olsun sizdə. MHŞ-in testlərində buna rast gələsiniz. Çox xırda məqamdır deyə. Bəzən bunu gözümüzdən qaçırdırır. Bilirsiniz də, yəni MİQ-dir, nə bilim, Dövlət İmtahan Mərkəzində bunlarda xırdalıqlar sevirlər. Yəni, burada diqqət edəcəyimiz nədir? Q hərfi heç vaxt X üstüşdirik səsini ifadə eləyə bilməz. Q hərfi isə heç vaxt X səsini ifadə eləyə bilməz. Yəni, bunu qarışdırmırıq. MHŞ-in fonetikasını işləyəndə bu suallara rast gələ bilərsiniz. İndi, demişdik ki, Q hərfi 4 müxtəlif səs ifadə edir. Biri elə Q-ın özüdür. Nə zaman Q hərfi Q səsini ifadə edir? Sözün əvvəlində Q hərfi ilə Q səsini ifadə edir. Məsəl üçün, qala. Q-A-L-A. Burada sözün əvvəlində gəlib nöqsan olur, bəli. Sözün, indi onu izah eləyəcəm. Nöqsandır. Q üstüşdirik. Sözün əvvəlində Q hərfi olduğu kimi qalır. Bəs sözün ortasında nə olur? Sözün ortasında gələn Q-dan sonra əgər kar samit gələrsə, kar samit yazıram, samit gələrsə, Q hərfin biz rahatçılıqla K üstüşdirik kimi tələffüz eləməliyik. Yəni, bir də deyirəm qaydanı. Q-dan, sözün ortasındakı Q-dan sonra kar samit gəlirsə, Q hərfin biz K üstüşdirik kimi tələffüz edirik. Elə burada ülvi məlum nümunə yazıb nöqsan sözü. Yəni, məşhur sözdür, yoxdur, bunu yazaram. Məsəl üçün, nöqsan. Nöqsanı. Burada sözün ortasında Q var. Ondan sonra görürük ki, nə gəlib? Kar samit gəlib. Demək, biz rahatçılıqla bu Q hərfin K üstüşdirik kimi tələffüz eləyə bilərik. Bu sözün tələffüzü necə olacaq? Nöqsan. Nöqsanı. Bu forma tələffüz ediləcək. Bəs yaxşı, sözün ortasında Q hərfindən sonra cingiltili və sait gələndə necə olacaq? Sait. Yəni, sözün ortasındakı Q-dan sonra cingiltili samit gəlsə necə tələffüz olunacaq? İbtidai siniflər üçün Nurgül Səlimli. İbtidai siniflərə topludur, güvəndir, bunlar paralel getməlidir. Yəni, ilk anlayış üçün. MHŞ-dir, Natiq Vahidovdur. Yəni, sən gedib Azərbaycan dilini orada %100 yazmaq istəyirsənsə, sən ən azı filoloqlar kimi hazırlaşmalısın. Yəni, MİQ-in səviyyəsini biz bilirik də. Ən məsləhət gördüyüm MHŞ-ilə, birinci güvənlə toplunu paralel aparırsın. Daha sonra MHŞ-ilə Natiq Vahidovu və s. işləyə bilərsiniz. Yəni, MHŞ-ni rahat işləyə bilirsinizsə, MİQ-i rahatçılığını 20 dənə yaza bilərsiniz. Çox, belə deyil, İbtidai siniflərə də çətin düşmür. Aha. Bəli, ülvümə, olduğu kimi qalır. Demək, nə idi qayda? Sözün ortasında Q-dan sonra cingiltili samit gələrsə, olduğu kimi qalacaq. Məsəl üçün, elə miqyas, ülvi müəllim yazıb, miqyas, miqyas, miqyas sözü.
Burada sözün ortasında q'dan sonra y samiti gəlir. Cingiltidir. Deməli, mən tələffüzdə q'nı olduğu kimi tələffüz eləməliyəm. Sait gələndə də, bəs sait gələndə necə olur? Deyə bilərsiniz, Ülvi müəllim. Aha. Sait gələndə də olduğu kimi tələffüz ediləcək. Yəni, sözün ortasında q'dan sonra sait gələrsə, sait. Olduğu kimi tələffüz edirik. Məsələn, aq sözündə aq ili. Burada q hərfindən sonra sait gəlib. Demək, olduğu kimi qalacaq. Daha sonra, bəs sözün sonunda q hərfindən sonra samit gələrsə, necə tələffüz edilir? Samit. Yadda saxlayaq ki, sözün sonunda q'dan sonra samit gələrsə, q hərfi x kimi tələffüz ediləcək. X üstü iştirik yox ha, x kimi tələffüz ediləcək. Bəli, Ülvi müəllim, x kimi tələffüz ediləcək. Məsəl üçün, buna nə deyə bilərik? Bayraq. B, A, Y, R, A, Q. Şimdi sözün sonundakı mən bu q hərfinə əgər samitlə başlayan söz və yaxud da şəkil çıxartırsam, q hərfi keçib olacaq x kimi. Məsələn, bayraqlar desəm, q hərfi x-ya keçəcək. Baxaq, buna bir də nümunə yazaq. Deyirəm, bayraqlar. B, A, Y, R, A, X, L, A, R. Gördünüz burada? Bəli, qonaq, bəs ERM-in fərq eləmir. İstəyirsiniz 11 illər üçün işləyə bilərsiniz, 9 illər üçün işləyə bilərsiniz. Çox ki, mən 9 illər mən işlədim, biraz asan olur. 11 illər işlədim. Yəni, əgər Azərbaycan dilini yenə deyirəm, gedib miqdə 20 yazmaq istəyirsinizsə, MHM-i, bir də ki, ERM-i mütləq işləməlisiniz. Yəni, onlar düzdür, filologlar üçün də o öz yerində. Sadəcə, yəni, siz gedib orada 20 yazmaq istəyirsiniz, onu işləməlisiniz. Belə toplu ilə güvəni işləyib, belə deyək, 16-17 dənə yaza bilərsiniz. Amma onları işləsiniz, 20-yə qaldıra bilərsiniz. Harada qalmışdıq? Sözün sonundakı q'dan sonra samit gələndə dedi necə olur? Q hərfi x kimi tələffüz edilir. Bəs yaxşı, sözün sonunda q'dan sonra sait gələndə necə tələffüz ediləcək? Ay, sağ olun. Keçməli. Keçəcək q'ya. Yəni, sözün sonundakı q'dan sonra sait gələrsə, saitlə başlayan söz və yaxud da ki, şəkilçi fərq eləmir. Q hərfi keçəcək, x kimi tələffüz ediləcək. Məsələn, yarpaqlar. Yarpaq, ın. Mən sözün sonu burada yarpaqda q'la bitib, ona saitlə başlayan şəkil çağırtırmışam. Sertifikasiya yaxşı yazmaq istəyirsiniz. Sertifikasiyada da yaxşı yazmaq istəyirsinizsə, müəllim, toplu ilə güvən. Yəni, MHM-yə də çox belə deyə işləməyə ehtiyac yoxdur. Sertifikasiya çox asan düşür. Yəni, müəyyən qədər asan düşür də, yəni, təqdimlə çox asan düşür. Yəni, müəyyən qədər asan düşür. Toplu ilə güvəni sərbəst işləyə bilirsinizsə, inşallah yazarsınız müəllim. Toplu ilə güvəni sərbəst işləyə bilirsinizsə, yəni, rahat yazarsınız. Sertifikasiyada görə narahat olmayın. Demək, burada yarpaq sözündə q'dan sonra sait gəldiyinə görə q hərfinə keçəcək, x-ya keçəcək. Bu sözün tələffüzü necə olacaq? Yarpağın. Yarpağın. Bu forma tələffüz edəcək. Siz də sağ olun, müəllim. Bəs yaxşı, sözün sonunda q hərfindən sonra nə sait gəlir, nə samit. Q hərfi necə tələffüz ediləcək? Burada əsas məqam nədir? Q'da ən çox, yəni mənə geri dönüş olaraq edilən sual nədir? Q hərfindən nə zaman sözün sonunda q üstü iştirik kimi tələffüz olunur, nə zaman da x kimi tələffüz olunur. Bu məqama toxunaq, çox sadə bir məqam. Bir dənə qaydası var. Sözün sonundakı q hərfi özündən sonra sait və yaxud da samit gəlməyibsə, x kimi tələffüz ediləcək. Yəni, sözün sonundakı q'dan sonra təklikdə x kimi tələffüz ediləcək. Məsəl üçün, yarpaq sözündə yarpaq. Bir də bu sözü verir. Tələffüzünü soruşur. Sözün sonunda q-la. Mən sadəcə q hərfini burada x kimi tələffüz edəcəm. Demək, bu sözün tələffüzü necə olacaq?
Yarpaq formasında. Yarpaq. Vəssalam. Bunun tələffüzü belədir. Bəs nə zaman sözün sonundakı Q hərfi K üstü iştirik kimi tələffüz edilir? Bunun da bir dənə sadə qaydası var. Ümumiyyətlə fonetikanı öyrənmək üçün, yəni mən qaydalar yazdırıram, yəni deyirəm də, fonetikanı öyrənmənin ən gözəl yolu qaydaları fonetika əzbərə duran bir şeydir. Yəni qaydanı əzbər biləndən sonra sənin fonetik təhlildə heç vaxt bir çətinliyin ola bilməz. Aha, indi baxaq görək sözün sonundakı Q hərfi nə zaman K üstü iştirik kimi tələffüz olunur. Bunun qaydası nədir? Sözün sonundakı Q-ya saitlə başlayan şəkilçi artırır. Əgər Q hərfi H-ya keçmirsə, saitlə başlayan şəkilçi artıranda, demək, həmən sözün sonundakı Q hərfi K üstü iştirik kimi tələffüz olunacaq. İndi buna aid baxaq, nə demək istəyirəm? 2 dənə nümunə yazacağım bura. Aha, bir dənə də yazdıram, məsəl üçün üfüq. Üfüq. İndi baxın, sözün sonu hər ikisində Q ilə bitib. Qoyur üçgen rəngini dəyişək. Hər ikisində Q ilə bitib. İndi hər ikisinə saitlə başlayan şəkilçi artırmışam. Qonaq sözünə saitlə başlayan şəkilçi artıranda qonaq tələffüzdə Q-ya keçir. Olur qonağın. Demək, təklikdə qonaq sözün sonundakı Q hərfi X kimi tələffüz ediləcək. İndi baxaq üfüq sözünə. Aha. İndi baxaq üfüq sözünə. Üfüq sözündə sonu Q ilə bitib. Ona saitlə başlayan şəkilçi artırmışam. Bax, üfüqin deyə bilmirəm. Bu Q hərfi burada Q-ya keçmir. Demək, üfüq sözündə ümumiyyətlə sonu eyni deyəcəm mən. Sözün sonundakı Q-dan sonra sait artıranda Q-ya keçmirsə, Q hərfi tələffüzdə K üstü iştirik kimi tələffüz edilir. Baxaq, üfüq sözündə sait artırmışam. Q hərfi burada tələffüzdə Q-ya keçmir. Demək, əgər mənə üfüq sözün belə verirsə, baxıram, sait artıranda Q-ya keçmirsə, demək, bu söz K üstü iştirik kimi tələffüz ediləcək. Tutardı getdi. Bu qədər sadə bir qaydadır. Daha sonra sizə başqa nədir? Məsəl üçün, üfüq sözünə bəli, etməliyim. Sait yanında olduğu kimi qalacaq. Amma samit gələndə keçəcək olacaq şey kimi. K üstü iştirik kimi. Bir də Q hərfi haqqında axıra kimi danışaq. Sözün ortasında qoşa gələn Q-lar. Bunda hansı hadisə baş verir? Bunda da MHŞ-in testini işləmişsə görəsiz. Orada da bu xırdalıqlara toxunurlar. Bax, yadda saxlayın. Sözün ortasında yanaşı gələn 2 dənə qoşa Q-nın birinci Q-sı, bax, birinci gələn Q-sı keçir K üstü iştirikə. Vəssalam. Məsələn, sizə ikinci deyə bilər. Bu səhvdir. MHŞ-ində var o sual. Başqa bir testlərdə də var. Yəni, çox xırdalığa gedən testlər var. Birincisi keçir K üstü iştirikə. İkinci Q isə olduğu kimi qalır. Məsəl üçün, buna nə deyə bilərik? Deyək, diqqət. D-I-Q-Q ət. Saqqız, aha, bəli. Demək, necə olacaq? Baxıram ki, sözün ortasında 2 dənə Q yanaşı gəlir. Demək, birinci Q-nı necə tələffüz edəcəm? K üstü iştirik kimi. Bəli, ölürməli. Olur? D-I-Q-Q ət. Vəssalam. Bu qədər sadə. Daha sonra nə var orada? Sözün ortasında eyincisi, qoş samitli sözlərin işlənmək məqamı. Bunlar hansıdır? Q-ni izah elədim, Q-ni bir izah elədim. Yəni sözün ortasında qoşa Q, qoşa Q necə işlənəcək izah elədim. Q-da necə olacaqdı? Birinci keçirdi özünü kar qarşı Q üstü iştirikə. Bunda isə ikinci keçirdi özünü nəyinə? Cingitri qarşı Q-ya. Vəssalam. Şimdi gəldik o birisine baxaq. Sözün ortasında qoşa T, qoşa P və qoşa Y-nin işlənmək məqamı var. Burada necə olacaq? Burada da sözün ortasında əgər qoşa T, qoşa P görmüsünüzsə nə qayrəsi? Bax, bu ikinciləri
keçirdirsiniz özlərinin cingiltili qarşılığına. Məsəl üçün, deyirəm hətta. H-ə-t-t-a. Sözün ortasında 2 dənə qoşa t var. İkincini mən rahatçılıqla keçirdə bilərəm d-yə tələffüzdə. Tələffüz necə olacaq? Hətta. Hət-d-a. Bu forma tələffüz edəcək. Və yaxud da qoşa p-da. Necə olacaq? Məsəl üçün, nümunə olaraq deyə bilərik nə? Salam, axşamınız xeyir mənim, siz. Müəllim, mən Zoom-la keçirəm, həftədə 3 dəfə saat yarım. Hər keçirilən dərsdə video izahı belə çəkilir dərsin. Yəni, video izahı alınır. Onu yükləyərəm YouTube-a, daha sonra o linki atıram sizə. Yəni, girib onu istədiyiniz kimdə baxa da bilərsiniz, yəni istədiyiniz vaxtı. Yəni, sizə rahat olmaq üçün, ümumiyyətlə, müəllimləri dərs keçəndə eləyirəm ki, yəni, ürəkləri istədiyi vaxtı girib istənilən bir mövzuya baxa bilsinlər. Bir də həftədə 3 dəfə saat yarım olur, hər mövzunun sonunda sınav olur. Aha, şimdi, məsəl üçün, qoşa p-da necə olurdu? Burada qalmışdıq. Qoşa p-da da ikinci keçir özünün nəyinə? Cingiltili qarşılığı b-ya. Məsəl üçün, nə deyə bilərik buna? Toppuz. T-o-p-p, uzu. Baxıram, sözün ortasında qoşa p var. Tərəfdə necə eləyəcəm? Toppuz, top, b, uzu. Və salam. Bu qədər sadədir. Bəs qoşa yığılarda nədir? Qoşa yığıların məntiqi nəydən ibarətdir? Bəli, Elçin müəllim, hoppanmaq da olar, əlbəttə olar, düz deyirsiniz. Qoşa yığılarda məntiq nəydən ibarətdir? Müəllimlər, dilimizdə y, şəkilçi olaraq da bunlar mövcuddur. Nədir? Dilimizdə y, at və yaxud da iyyat şəkilçisi var. Bu şəkilçi var. Əgər sözün kökü varsa, ona yat və yaxud da iyyat şəkilçisi qoşulubsa, tələffüzdə y-nın biri düşəcək. Yox, sözün kökü yoxdursa, oradakı y-lar düşmür. 99% belədir. Bəzi sözlərdə fərqlilik var, onlar öz yerində. Ödənişi yazdığım nömrəyə zəhmət olmasa, orada elanda nömrə var. 051 641 88 34. O nömrəyə yazın müəllim. Onlar sizə yönləndirəcəklər. Ödəniş haqqında məlumat verəcəkdir. Aha. Məsəl üçün, nə deyirdik? Əgər iyyat və yaxud da iyyat şəkilçi olaraq mövcudsa, tələffüzdə y-nın biri düşür. Məsəl üçün, mənəvi, at. Baxıram ki, burada mənəvi sözü var dilimizdə, iyyat da şəkilçi olaraq ona qoşulub. Leksik şəkilçidir. Neyinirəm? Mən rahatçılıqla tələffüzdə y-nın birini sala bilərəm. Amma baxıram ki, məsəl üçün, təyyarə sözündə və yaxud da təyyarə olmasın, başqa bir söz olsun. Başqa, məsəl üçün, deyək, başqa bir söz, elə təyyarə və yaxud da səviyyə. S-ə-v-i-y-y-ə. Aha, fərq eləmir müəllim. Bəli. Ədəb sözü olduğuna görə dilimizdə, ədəb sözü olduğuna görə, iyyat orada şəkilçi olaraq mövcud olduğuna görə, şəkilçinin biri düşür. Amma məsəl üçün, səviyyə sözündə, baxın, səviyyədir, səhiyyədir, səciyyədir, bu kimi sözlərdə sözün kökü olmasa da, istisna olaraq burada tələffüzdə y-nın biri düşür. Bax, yenə də deyirəm, vəziyyətdir, səhiyyədir, səviyyədir, səciyyədir, bu kimi sözlərdə sözün kökü olmasa da biri tələffüzdə düşəcək. Amma yerdə qalan vəziyyətlərdə əgər sözün kökü yoxdursa, orada düşmə baş vermir. Məsəl üçün deyirəm, nə? Səyyah. S-ə-y-y-a-h. Burada görür ki, dilimizdə səh sözü yoxdur da. Demək ki, burada şəkilçi olaraq mövcud deyil. Demək, bu tələffüzdə düşməyəcək. Amma yenə də deyirəm, istisna bir dediyim sözlərdir. Orada düşmə hadisəsi baş verir. Yerdə qalan vəziyyətlərdə müəllimlər, qoşa b-lardır, qoşa c-lardır, d-lardır və s. də m-lardır, r-lardır, z-lardır, y-lardır. Burada heç bir səs dəyişimi, səs düşmü və ya heç bir şey olmur. Aha.
Demək, fonetikada əsas xırda məqamlar nələrdir? Bir də bunu deyim q haqqında. Bu 2021-ci qəbula düşən sualdır. Açıq qəlbli sözündə açıq qəlbli. Bu sözdə q hərfi x kimi tələffüz olunur. Vəssalam. Bu sözün tələffüzü açıq ştriksiz. Açıq qəlbli. Açıq qəlbli formatda tələffüz edilir. Vəssalam. İndi riyaziyyat sözündə də düşür. Çünki riyaziyyat sözü var dilimizdə. Düzdür, bəzi müəllimlər deyir, yoxdur və yaxud da nə bilim, nəsə deyirlər də. Amma yadda bir şey saxlayaq ki, yəni bizim əsas olaraq götürdüyümüz Dövlət İmtahan Mərkəzidir və yaxud da ki, MİQ-ə hazırlaşırıqsa şeydir, MİQ-dir, Təhsil Naziri. Onlar riyazi sözü dilimizdə var deyirlər. Yəni, yadda orada şəkilçi kimi götürürlər, o da şəkilçi kimi götürürsə, avtomatik yığının biri tələffüzdə düşür. Demin müəllimlər, nəsə sualınız varsa verə bilərsiniz, problem yoxdur. Varsa bir iki dəqiqə sual verməyə görə gözləyəcəm. Gələn dərs isə fonetikaya tərşih. Yəni, gələn dərs inşallah canlıya qoşulun, görəsiniz. Yəni, mən o dediyim qaydaları bilsəz, sizin hər hansısa bir nəysə şeyləməyə ehtiyac yoxdur. Gedib kitab açıb oxumağa ehtiyac yoxdur. Mən o dediyim qaydaları əgər biləsizsə, yəni tam əminliklə deyirəm ki, siz fonetik dəhli gözü yumulu işləyəsiniz. Çünki hər bir şahit bir dənə qayda var da, yəni o qaydaları tapıb çıxartmışam. Hər vəziyyətə uyğun bir dənə qayda müəyyənləşdirmişəm. İndi inşallah gələn 3-cü gündə canlı açanda artıq fonetik dəhlilə hər bir şey deyəcəm. Yəni bütün xırda məqamları izah eləyəcəm. Hər hansısa bir sualınız varsa deyə bilərsiniz. Siz sualı fikirləşənə ki, mən elanımız haqqında da bir məlumat verim. Demək, bizim sertifikasiya qrupumuz açılır. Azərbaycan dilinə riyaziyyatdan qoşulursan, kurikulum pulsuzdur. Azərbaycan dili mən, Mahmudov Teymur keçirəm. Kurikulum riyaziyyatı Ardu müəllimə keçir. Ardu müəlliməti yəqin ki, şükür Allah'ımız tanışsınız, bilirsiniz necə bir müəllimədir. Yəni, biz keçdiyimiz dərslərə tam zamanət veririk. Bəşər sözü var dilimizdə müəllim. Bəşər sözü varsa yığının bir avtomatik düşəcək orada. Demək, dərsləri necə keçirilir? Dərslər həftədə 3 dəfə saat yarım keçirilir. Keçirilən dərslərin video izahı çəkilir. Daha sonra YouTube-a yüklənir. Onu sizin qrupa atırır ki, istədiyiniz vaxtı girib baxa bilərsiniz. Ödənişli dərs müəllim. Mən həftədə vallah bir dənə 3-cü gün 21:00-da vaxtım var. Ödənişli dərslər həftədə 3 dəfə olur. Həftədə 3 dəfə olur, saat yarım olur. Aha, demək, qrupa qoşulmaq üçün, siz də sağ olun mənim, qrupa qoşulmaq üçün 051 641 88 34 bu nömrə ilə əlaqə saxlayırsınız. Onlar sizə ətraflı məlumat verəcək. Daha sonra, zəhmət olmasa kanalımızı bəyənə bilərsiniz, abunə ola bilərsiniz, paylaşa bilərsiniz ki, digər müəllim yoldaşları görüb faydalana bilsinlər. Mənim öz şəxsi kanalımda var, Mahmudov Teymur. Onu da girib bəyən söz paylaşdıq, əl olar. Abunə də olsanız yaxşı olur. İndi, müəllimlər, nəsə hər hansısa bir sualınız varsa, Leyla milli sözdür, çünki l ilə başlayır, ərəb mənşəli sözdür. Siz də sağ olun, mənim Allah köməyiniz olsun. İnşallah sizə faydası olar. İndi müəllimlər, hər hansısa bir sualınız varsa verə bilərsiniz, problem deyil. Siz də sağ olun Günel müəllim, təşəkkür edirəm. Biraz tez-tez danışıram. Siz də sağ olun Şəfəq müəllim. Mən tez-tez, biraz daha tez-tez eləyirəm, vərdiş eləmişəm. Yəni izahlar çox tez-tez eləyirəm. O artıq məndə vərdiş kimi formalaşıb, dərs o qədər yəni sürətli izah eləyirəm ki, yəni təsəvvür eləyəndə bir fonetikanı mən bəlkə gündə 10 dəfə izah edirəm. Məndə artıq vərdiş hal alıb deyə tez-tez izah olur məndə. Heç şey müəllimlər. Siz də sağ olun müəllim, əmanət müəllim, təşəkkür eləyirəm.
Sağ ol Nadir müəllim, təşəkkür edirəm. Sağ ol Şəfəq müəllim. Sağ olun, təşəkkür. İnşallah müəllimlər, fonetikanın ikinci hissəsinin gələn 3-cü gün. Yəni, məsləhət görürəm ki, yəni ruçka dəftəri götürüb dediklərimi yazasınız da, gələn 2-ci gün. Çünki yəni gələn 2-ci gün dediyim bütün xırdalıqlar, yəni qısa konkret mən qayda deyəcəm. Bütün o xırda məqamları öyrənsəz, sizin fonetik dərsdə səhviniz olmayacaq. Yəni buna tam əminliklə deyə bilirəm. Yəni buna arxain ola bilərsiniz. Demək, mən canlı yayımı dayandırıram. İnşallah 3-cü gün görüşərik.